Dostlar salam. Bu videoda sizə balıq konservləri haqqında, təhlükəsizliyi, riskləri və xeyri haqqında danışmaq istəyirəm. Mən danışınca siz videonu bəyənin, paylaşın. Mən də yavaş-yavaş sizə izah edim. İlkin olaraq biz təhlükəsizliyi nəzərdə tutmalıyıq. Balıq konservlərin həm bioloji, həm də kimyəvi təhlükəsizliyi nəzərdə tutulmalıdır. Bioloji təhlükəsizlik nədir? Bioloji təhlükəsizlik zamanı biz ən qorxduğumuz botulizm xəstəliyidir. Botulizm xəstəliyi də düzgün sterilizasiya olmayan halda yarana bilər. Adətən qanuni istehsal zonalarında, qanuni istehsalda bu düzgün sterilizasiya olduğuna görə, yəni bu xəstəlik olmur. Yəni ev şəraitində hazırlanmış konservlərdə adətən düzgün sterilizasiya olmur. İndi bəziləri düzgün sterilizasiya eləyir deyə bilmərəm. Yəni bu hallarda botulizm yarana bilər. Ona görə konserv alanda həmişə konservin qabına fikir verin. Əgər qabı şişkindirsə, çatdırsa, şübhəlidirsə, açdıqda köpük yaranırsa, pis qoxu varsa, heç dadına baxmaq məsləhət deyil. Bu bioloji təhlükəsizlik. Var kimyəvi təhlükəsizlik. Kimyəvi təhlükəsizlik dedikdə biz balığın tərkibində, balığın ətində yığıla bilən civəni nəzərdə tuturuq. Bu civə də hardan ora gedib çıxır? Cürbəcür tullantılar, havaya olunan tullantılar, atmosferdə olan tullantılar tədricən yavaş-yavaş okeanın, dənizin səthində çökür. Son 200 ildə həmin bu civənin miqdarı 3 dəfə artıb. Bu xüsusində aiddir böyük balıqlara, yırtıcı balıqlara, hansı ki uzun illər yaşayır, hansı ki digər balıqları qida kimi qəbul edir və onların da tərkibində olan civə toplanır həmin bu böyük yırtıcı balıqlarda. Məsələn, tuna balığı. O demək deyil ki, tuna balığı konservin yemək olmaz. Sadəcə əgər siz hər gün xoşlayırsınızsa bu tuna balığını yeməyi və hər gün qəbul edirsinizsə, onda həmin bu civə barədə, kimyəvi təhlükəsizlik barədə fikirləşmək lazımdır. Məhz bu civə məsələsinə görə, bu kimyəvi təhlükəsizliyə görə balıq konservləri hamilə qadınlara, süd verən analara, uşaqlara məsləhət deyil. İndi keçək balıq konservlərin xeyri barəsində danışaq, faydası barədə. İlkin olaraq bu təmiz zülaldır. Zülal da orqanizmlə lazımlı bir şeydir. Tərkibində D vitamini var, tərkibində B12 vitamini var, minerallar var, məsələn yoddur, selendir, kalsium var tərkibində. Ona görə balıq konservləri qəbul etmək olar. Balıq konservin tərkibində sonra nə var? Duz. Özdə çoxlu duz olur. Buna görə təzyiyi olan insanlar, böyrək problemi olan insanlar, ürək çatışmamazlığı olan insanlara balıq konservləri məsləhət deyil. Əgər balıq konservi tamatlıdırsa, təbii ki, reflüksı olan və yaxud da mədəsində problemli olan insanlara tamat souslu balıq konservləri məsləhət deyil. Təbii ki, balıq konservisinin hələ tərkibində kifayət qədər kalori var. Ona görə əgər kifayət qədər kalori qəbul etmək istəmirsinizsə, tərkibində olan yağı qəbul etməyin. Yağın atın qırağa. Nəticədə balıq konservi yemək olar. Və çalışın, əgər balıq konservləri xoşlayırsınızsa, dediyim kimi konservin qabına, qoxusuna, şişkinliyinə, hamısına fikir vermək lazımdır. Və çalışın dəyişin. Cürbəcür balıq konservləri. Əgər xoşlayırsınızsa balıq konservi, dəyişin. Yəni bir konservin üstündə dayanmayın ki, hər gün eyni balıq konservini yiyin. Cürbəcür balıq konservləri yesəniz daha təhlükəsizdir, daha məsləhətdir. Ümid edirəm ki, bu video sizə faydalı olacaq. Videonu dediyim kimi paylaşın. Çox sağ olun, minnətdaram.